Hər kəsin bildiyi mikrodalğalı sobanın sadəcə bir təsadüf nəticəsində kəşf olunduğunu bilirsinizmi? 1945-ci il Percy Spencer adlı bir mühəndis 2-ci Dünya müharibəsi üçün radar sistemləri üzərində işləyirdi. O, magnetron adlanan güclü bir vakuum borusunu sınaqdan keçirirdi. O, cihazın qarşısında dayananda cibindəki şokolad batonunun qəribə dərəcədə tez əridiyini hiss etdi. Bu onun marağına səbəb oldu. O, başqa bir şey sınamaq qərarına gəldi. Magnetronun qarşısında qarğıdalı dənələrini qoydu. Bir neçə saniyə sonra dənələr partlayıb popkorn oldu. Ertəsi gün o, yumurta gətirdi. Magnetronu işə saldı və yumurta dostunun üzünə partladı. O, bu naməlum mikrodalğaların qidanı içərdən sürətlə bişirdiyini başa düşdü. O, bu kəşfi patentləşdirdi. İlk kommersiya mikrodalğalı soba 1,8 metr hündürlüyündə idi. 340 kilo çəkisi var idi və bugünkü pulla 60 min dollardan daha baha başa gəlirdi. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.